Aziz Doğuşan seven həvəskarlar, bugün də Doğuşanlarımın meyvə qonaqlığıdır. Mənsiz çox darıxırlardı. Gəldim, meyvələrini verirəm. Fasullərim var. Gəlin, top işlərim, gəlin. Gəlin, hamınız gəlin. Gəlin, meyvə qonaqlığıdır, meyvə. Gözəlim. Gəlin gözəllərim, gəlin. Gəlin, hamınız gəlin. Gəlin, səhər vitamininizi qəbul eləyin. Gözəllərim mənim, gözəllərim. Gözəllərimin bugün meyvə qonaqlığıdır. Gözəllərimdir bunlar. Gəlin, pompuşlarım, gəlin, hamınız gəlin. Yedilər sizə qalmadı. Həftədə bir dəfə bunlara belə meyvə vermək lazım ki, vitamin. Bu aylar Doğuşanların bala verən aylardır. Düzdür, qışda çox bala vermirlər. Çünki yeyirlər, piylənmə gedir. Piylənmə gedən Doğuşanda da bala vermə biraz gec olur, gecikir. Artıq mart ayından bunların bala vermə başlayır. Məndə bu il tez olub. Yerləri isti olduğuna görə, yemləri də bol olduğuna görə bu il tez bala verdilər. Hal-hazırda deməli alponslarımın biri balalayıb, qırmızı gözüm balalayıb, bir də səhv eləmirəmsə qaraburun. Bir də qaraburun balalayıb. Gəlin yiyin. Çox gözəl heyvandılar. Bir saat yarım asudə vaxt keçirmək üçün gözəl məşğuliyyətdir. Bu da mənim Doğuşanlarımın meyvə qonaqlığı. İnşallah gələn videolarımda cütləşdirmə barəsində də məlumat verərəm. Necə cütləşdirmək lazımdır, cütləşməyi necə bilmək olar, onu da sizə məlumat verəcəm. Çox Doğuşan saxlayanlar deyir, Doğuşan cütləşmədən sonra doğana yaxın Doğuşanın erkək Doğuşanı ayırmaq lazımdır, ancaq yalan söhbətdir. Mən artıq 3 ildən artıq saxlayıram. Heç vaxt Doğuşanları ayırmamışam. Heç bir balalara da zədə yetməyibdir. Hamısı yerində. Hal-hazırda bu balalar 20 günün balalarıdır. Artıq görün nə boyda olublar. 20 günün balalarıdır. Çünki yemlərini gərək bol verəsən. Südləşmə vaxtı biraz az vermək lazımdır. Çünki dişi Doğuşanda piylənmə getdiyinə görə onların biraz bala verməyi gec olur, həm də çətin olur. Bala vermirlər. Versələr də az verirlər. 2-3 ədəd bala verirlər. Bu aylarda biraz quru ot, yonca vermək lazımdır. İsti havalara getdikcə göy taxıl, sonra qarıqdalı vermək lazımdır. Arada simska da vermək lazımdır. Ancaq vələmir yox, vələmir Doğuşanı arıqladır. Vələmir vermək bir o qədər də məsləhətli deyil. Bir də arada yodlu su. Yəni sularına yod qatırsan ki, bəzi mikrobları, xəstəlikləri olmasın. Bu qədər. İnşallah gələcək
videolarımda. Kimə nə lazımdır yazsın. Məlumatlandıracağım.